Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 424. bölümün başlıyoruz. İnşallah hayırlı olsun milletimize ve bilsinler ki biz çok büyük bir temeddünün, medeniyetin ya uygarlığın mirasçılarıyıq. Mən kitap açmışam indi, əgər tapsam hardadır. Dünən bu kitabı gördük, keçmiş cəlsədə. Bu kitabın fiziki vəziyyətinə baxdıq. Kitab çox su keçibdi, çox irad tapıbdı. Amma yazılarının, səhifələrin bir çoxu da zədələnib, özəlliklə Şirazədən yapışdığı səhifələr bir-birinə yapışan yerdən onlara ya plastik yapışqan vurublar, ya da kağız yapışqan vurublar. Bəzən o kağız yapışqanlar düşübdü yazının üstünə. O iradı var, amma bu kitab çox ciddi bir kitabdır və məncə də oxumaq lazımdır. Kitabın 310 PDF-də 319 səhifə görsənir ki, bunu əgər ikiyə qatlasaq, çünki hər səhifədə 2 dənə kitab görürük. Selamünaleyküm. Onlar 640 səhifəyə yaxın kitabla biz üzbəyüzük. Gedək bu kitabın görək ki, əvvəldə 3 dənə möhür vardı və bu möhürlər Osmanlı dövrünə aid möhürlərdir. Zahirən bir dənə möhürdən 3 dənə vurublar. Belə ki, baxıram, ələn nəzərimə gəlir ki, 3-ü də bir möhürdür. Amma bu kağızların üzünə ahar sürdükləri, çünki davam gətirsin və yazı rahat yazılsın, o aharlar sökülüb, tökülüb, su geçdiyinə görə möhürlərin bir parçası tökülübdür. Amma bu yazı qalıbdır. Görək ki, əlbəttə bu vəqfnamədir. Vəqfnamənin də bilirsiniz, lüğəti yoxdur, yəni nöqtəsi yoxdur ki, biz bunu düz oxuya bilək. Vəqəfə əkrəmüs səlatin min təbəqatil muluk və əbhəl xəvaqin به حسن السیرت و السلوک از سلطان ابن سلطان ابوالمواهب عثمان خان ابن سلطان مصطفی خان ادام الله امام دولته و اقام نسفته فی تواریخ həsminə və burada kəlmə yazıb onu bilmirəm. Nə mən oxuyacağıq, çünki nə nöqtəsi var, nə dəndası. Ona görə dişi də yoxdur. Onun üçün fi təvarixin cismiyyə ola bilər. Və ənə dai li bəqaihil əlhac li bəqaihi əlhac İbrahim Hənif əl-Müfəttişi bi Oqafil Hərəmeyn-i Şərifin. Kitabın adı, əlbəttə adın hələ feylən bilmirik, bunu yazıq ad qalsın. Amma Vaqif kimdir, vəqf eləyən kimdir? Vəqf eləyən Sultan Osman Xan ibni Əbülməvahib bunun adıdır. Sultan, mən bunu elə yazım, çünki bu mühümmüdür. Sultan Əbülməvahib Osman Xan, ehtimalən 2-ci Osman olacaqdır. Xan ibni Sultan Mustafa Xan. Əlbəttə ki, bu kitabı indi taparıq ki, bu hangi zamanda yazılıb. Əlbəttə, burada biz kitabın yazılı zamanını görmədik. Biz burada o şey ki, görürük, kitabın kim vəqf elədiyi. Mümkündür ki, 100 il, 500 il, 700 il, 1000 il sonra bu kitabı vəqf eləyiblər. Amma bir dənə düşüncə gəlib zehnə, ehtimalən məsələn bu kitabdan 10 dana olsun, 10 yerdə olsun ki, əgər bir yer od tutsa, o şikəst yesə, savaşda aradan geçsə, o kitab bir ayrı yerdə qalsın. Ən ağıllı stratejidir bu kitab. Bu kitab ehtimalən Süleymaniyyə kitabxanasındadır. Ehtimalı mən %99 verirəm ki, oradadır, möhürdə kamil oxunmur. Kitabın dedik dünən, bir də burada təkrar edeyim. Buradan mən 4 dana Türk
uyğarlıq ya mədəniyyəti ocağı ya mərkəzi ilə tanış olmuşam. Bu 850-yə yaxın kitabda. Biri Cığataydır ki, Çindən ta Avropanın göbəyinə qədər Hindistan və Asiya, bu Rusiyanın kontrolundadır. Bunlar, əlbəttə müstəqil indi Türk Cümhuriyyətləri vardır. Bunların hamısının rəsmi, ədəbi dili Cığatay dilidir. Və Cığatay dilinin mərkəzi Teymurilərdən başlayır ki, Hindistanı əllərindədir. Əlbəttə, üstdən də Türk Cümhuriyyətləri ki, indi vardır, onlar da onların əllərindədir. Cığatay türkcəsidir. Mədəniyyətin birinci yeri. İkinci yeri Osmanlıdır ki, o özü bir çox müfəssəl bir qəziyyədir. Üçüncü yer Azərbaycandır. Bugünkü Güney Azərbaycan və Quzey Azərbaycan. Amma bu coğrafiya yox. Azərbaycan dediyimiz yer İran, bugünkü İrandan da keçir üstə. Həm yuxarılıqda, yəni şimal tərəfdə keçir üst cümhuriyyətlərə, həm də məsələn, bugünkü Türkiyənin bir hissəsi onun içindədir, Gürcüstan onun içindədir, Ermənistan, bugünkü Ermənistan onun içindədir. Azərbaycan çox böyük bir coğrafiyadır. Yəni, bunu deyək ki, Azərbaycan hökuməti deyəndə bugünkü Azərbaycana sığışdırmırıq. Çünki bugünkü Azərbaycan belə keçən 150 ildə onlar paraya bölünübdür, hərəsi bir yerdə dağılıbdır. İndi bizim zehnimizdə qatışıb o haqda. Bu da üçüncü. Dördüncü Türk uyğarlıq mərkəzi bugünkü Ukraynada olan qırımlardır. Amma bu kitabçı görürük, bunun təzhib və yazı modeli, düzdür dili Cığatay dilindədir. Amma bu təzhib modeli deyir ki, bu bir ayrı mərkəzi olacaqdır. Nədir? Mədəniyyət mərkəzi olacaqdır. Amma kitabı oxuyaq görək ki, nə olur, ondan sonra bunu təşxis verək. Kitabın ortasında dedik ki, bu başda ki, təzhib vardır. Bu təzhibin içində ola bilər Bismillahirrahmanirrahim olsun, ola bilər kitabın adı olsun. Amma Kufi xətti ilə və Nəqqaşi xətti ilə yazdığı üçün mən onu oxuya bilmirəm. O mənim başardığım bir iş deyil. Əlbəttə, qızılla da ehtimalən yazıldığı üçün o biraz görsənmir. Yəni, kitabı əldə tutub baxmalıdır onu oxumaq üçün. Kitabı başlayaq. Bismillahirrahmanirrahim. Həmdü sipas ol xaliqə kim, ol xaliqə kim, ərəbü əcəmi füsəha və bulağalarının və səfidin aciz tururlar, vəsfidin aciz, yəni vəsfindən də, vəsfidin aciz tururlar və hədsiz səna ol qadir qəkim, hidayət ərbabi və dirayət əshabi anın bəyan sifatidə qasir buldular. Üləma və füzəlalərə öz kərəmi birlə göngüllərini İslam nuri bilə arasته qıldı və səna ol padişahı qəkim, barcə padişah anın dərgahı da niyaz yüzünü tofrağa qoyub tilak tilarlar. Tilak, dilək, diləmək, onu indi burada iki dana vəziyyət ediyor. Tilak, tilarlar, görək. Nəzm. Bir dana şeir indi burada bir tikə nəzm gətirəcəkdir. Nəzm deyəndə şeirinə biraz fərqli olur zahirən. Mən bunların fərqini bilmirəm. Yəni, nəzm nədir, şeir nədir, qəzəl nədir, məsnəvi nədir? Bunları bəzisini bilirəm, amma bəzisini vaqən ciddi bilmirəm ki, nədir. İndi nəzmlə şeirin məsələn fərqini bilmirəm. Bundan burada ki, öncəcən oxumuşuq, amma zehnimdə deyil. Anın vəsvida o əql heyran edir. Ki, əql anda bir tifli nadan edir. Əgər kişi 100 yıl visavu sefini disa, əgər kişi 100 yıl disa vəsfini diya olmar anın, ehtimalen bu olmaz olacaqdır. Diya olmaz anın vəsfidin birini, kəmalida yox həddü qayət anın, sıfatida həm yox nəhayət anın, yüz şükür ol sultanığa kim,
Qurtardı. O şeir qurtardı. İndi keçmişik mətnə. Yüz şükür ol sultanığa kim yer üstida kökdin bargahi sütunsuz yesadi kim Allahullezî refa'es semavati bi geyri emedin terevneha. Bunu qırmızı da yazıbdı. Səslərini də qoyub üstünə ki, bəlli olsun. Diqqət buyurun, Cığatay ləhcəsində, ədəbi dildə o qədər bu zamanki bu kitab yazılırmış, o qədər inkişaf var imiş ki, toplumda. Belə nəzərə gəlirmiş ki, hamı bu dili bilir. Hamı bu dili bildiği üçün, yəni bu ədəbi dili, yazı dilin, düşüncə dilin, fəlsəfə dilin, elmi dilin, təfsir dilin, riyaziyyat, həndəsə, fizik, şimi dili, Cığatay dili, yəni tamam sahələrdə, elm sahələrində bunu insanlar bildiği üçün da bunun səsini qoymur. Amma bəzi yerlərdə o toplumda görürük ki, bu Cığatay ya türkcəni yaxçı bilmir, ya oxuya bilməz, səsini düz çıxada bilməz, ya da ki, yazan deyib ki, bunu elə yazım ki, 100 il sonra, 1000 il sonra da bunu dilimiz değişsə, insanlar doğru oxuya bilsinlər. Türk sözlərinin hər hərfinin üstünə səsini qoyublar. Amma bu kitabda yazarın nəzəri budur ki, bu kitabı oxuyan öncədən bir mütəxəssisdir. Ona görə. İndi baxaq görək. Ona görə səs qoymuşdur. Və əltaf-ı xəzanəsidin hər bəndi ka, pəndiyə ka bir türlük inayət və şəfəqət birla xas qılıb bəzi bəndələrə nübüvvət mərtəbəsi kəramət qılıb xalq üçün yibardı və barca din əfzəl və əkməl ol xacə turur kim anın din və milləti barca dinlərinin tüm dillər ehtimalən burada barca sözünün xasıqı buldu. Burada kitap cırılıbdır, yapışdırıblar, əyri olubdur, qırış düşübdür, kəlmələr oxunmur bu bölümdə. Gedirəm sətrin əvvəlindən. Salavat-ı zəkiyyat və təhəfi təhiyyat nisar ruzi müəttəri yenə cırıq düşübdür. Ehtimalən burada bilmirəm nə oxuna bilər. Müəttəri ləmbəri kim hidayət yenə burası oxunmur bilə. Orada bir iki kəlmə düşübdür. Millətlərini yox eti və hüvə Muhammedil Haşimiyyil Məlikiyyil Mədəniyyil Əbdəhiyyil Ümmi. Bu da Həzrət Muhammedə bir ləqəblərin saydı. Və lətayif-i rəhmətləri və rizvan-ı şəraifləri. Şəraif görürsünüz, şərifin cəmidir. Ərəbcə də belə yoxdur. Bu bizdədir. Cığatayda buna deyirlər ki, yəni mən bunun adını qoymuşam, bilmirəm, çünki mən dilçilik oxumadığım üçün, özəlliklə Cığatay dilində oxumadığım üçün bunu deyə bilmirəm ki, bu nə növ-cəmdir. Amma mən ərəbcədən borcalaraq deyirəm ki, cəm-i mükəssərdir. Hər halda burada bir cəm düzəldibdir. İran sözündə dəqiqən bunun üzü ilə düzəldiblər. Türkcədən gəlir. Ər sözü Cığatayda cəm-i mükəssər bağlanında İran bağlanır. Əyran. Ki İran oxunur da. İndi Azərbaycanda İran və əlbəttə hər yerdə İran deyirlər, amma deyirlər bəlkə bu Əvistadan gəlmədi. O halda ki türklər bunu qoyduğu üçün bu adı və Cığatay dili o dövrün rəsmi və ədəbi dili olduğu üçün və Azərbaycanda Səfəvilər Osmanlılara qarşı savaşdığı üçün məmləkətin adını ərlər məmləkəti qoymaq, yəni Səfəviləri, ərləri məmləkəti deyə ad qoyublar ki, yəni burada bunlar savaşçıdırlar. Adın özündə bir qorxu olsun, bir übühət olsun, onun üçün bu adı seçiblər qoyublar. Və lətayif-i rəhmətləri və rizvan-ı şəraifləri ol şərai kükinin ayetiğə hər dəm dayüz qanlə nisar olsun sallallahu aleyhi və alə alihi və əshabihi və səlləm. Yenə kitab burada
həm cırılıb, həm də bükülübdür, qırış olubdur. Ona görə bəzən bu bəlkə buraları düz oxumasam illəti mənim savadsızlığımın əsli məsələsi odur. Bu da bəhanəsidir. Təslimən kəsirən kəsira əmma bəd. Kitab buracan Allaha yazar iradətini göstərdi. Bismillahı ona görə demir. Çünki bunların hamısı Bismillahın adınadır. Gəlir buracan. Həzrəti Məhəmmədə səlamü sələvatını dedi, iradətini göstərdi. Ondan sonra da sallallahu aleyhi və alə alihi və əshabihi və səlləmi də dedi. Yəni özünə, ailəsinə və yoldaşlarına da bu dedi. Ondan sonra başladı və bəd. Əsl kitaba keçək görək nədir? Bilgil, oxuyan bilgil, bilginən ki, bilgil kim? Bu dövran-ı şərifdə və əvan-ı lətifdə kim? Nəzm. Görək bu nəzm şeir nədir? Cahan irdi xürrəm çubağı behişt, به دوری شهنشاه نیکو سرشت شهنشاه دین پرور دادگر دوریدin adlı birdi haber birdi işidir ica ahadisi Kur'an bile gece gündüz ol yad subhan bile zamani imas khali az yad hak zamani imas khali az yad hak cahan bahr burada geniş kitap qırışıq düşübdür. Ehtimalən əbhərə işə belə. Cahan əbhərə şəhlarının ilti səbəq. Şücaətdar sitem gibi Rüstem kimi. Şücaətdar Rüstem gibi namdar. Səxavətdar Hatem gibi namdar. Cəhani ürür ədli din şadman. Ürür dünyada şah sahib giran. İndi bu kimdir? Adın desin görək kimdir? Şah dindar Küçgünci xan. Bu indi görək bu kimdir? Bu kitabı buna yazıbdır. Bunun dövründə yazıbdır. Bunu da tərif təmsil edir ki, pulunu alsın. Əlbəttə ki, kitabından da himayət eləsin. Yəni əsl budur ki, bu kitabdan burada bir düşüncə gedəcək bu kitabda. O düşüncəni, o anlayışı himayət eləsin. Bu lazımdır. Yəni bu günlərdə bizim milli hərəkətdə çalışan bir çox insanımızın əcib dərin düşüncələri var, fəlsəfələri var. Amma arxalarında bir dövlət olmadığı üçün, himayət mali eləmədikləri üçün ya hətta dəstək, siyasi dəstək vermədikləri üçün o düşüncələr təəssüflə adamlar ölür, gedir. Dünənləri Allah rəhmət eləsin Molla Əbbasi öldü, getdi. Allahın rəhmətinə getdi. Mən onun üçün də bir şeir yazdım. Allah rəhmət eləsin, ruhu şad olsun inşallah. Və aynı halda bu günləri Həzrəti Hüseynin şəhadət günüdür. Həzrəti Hüseyn bir şeyi özünə haqq bilirdi. Xilafəti özünə haqq bilirdi. Bu haqqı üçün hökumətdə olan ordunun qarşısına çıxmaq istədi. Millətin bir hissəsi ona gəl ki, səndən himayət elərik dedilər. Getdi, himayət eləmədilər. Əhliyalını saxlamaq üçün, canını saxlamaq üçün qaçdı bəlkə. Amma sonunda ordu ilə üz-üzə gəldi və savaşdı. Təslimi qəbul etmədi. Mənə yol verin, çıxım gedim. Ayrı bir yerə köçün. Qoymadılar. Axırda savaşdı və şəhid oldu. Allah rəhmət eləsin, ruhu şad olsun, ruhu bizə duacı olsun. Və biz bir əza görməyək bunu. Bunu bir anlayışın yolunda, bir haqqı bilmək yolunda bir anlayış görək. Və əgər ülgü tuturuq, ağlamaqla bir məsələ həll olmaz. Heç bir məsələ ağlamaqla həll olmaz. İmam Hüseyin də ağlamadı. Ya haqqımı alaram, ya da savaşı bölərəm. Ölümü seçdi. Və ölənlər diri qalırlar. Yəni ölənlər bu günləri İmam Hüseyin 1350 ildən çox, 1400 il bundan öncə ölübdür. Amma bu günləri diridir. Türk dünyasında tək diri deyil, müsəlmanlar dünyasında diridir. Bu çox önəmlidir. Şəhənşah dindar
Gücgünci xan. Bunun adı kimdir bu kitab? Yəni çağ kimin çağıdır? Onu yazaq. Çağ. Bunu indi Google-dən Kamil soruşub yazaq şey. Kün, kü, ci, küc, künci. Küc, kün, cixan. Ki aləm ürür cismi ol həmçücan. Ki aləm irir cismi ol həmçücan. Ey ilahi ki ta bulğay ərzü səma dua edir. İlahi ki ta bulğay ərzü səma bu şahi cəhandar ta bəqayi bəqa. Şeir burada qurtarır. İndi biz buradan əlbəttə biraz oxuyaq, görək ki, nə deyir bu adamın haqqında. Bu o zaman şahdır. Ya bir bölgənin şahıdır. İndi buna da bir şeirin dedi. İlahi ki tamam, mübarək göngüllarida və səadət mənd xatırlarığa getdi kim? Şahı deyir ki, şahın mübarək göylündə və səadətmənd xatirlərində getdi ki, xatırlarığa getdi kim? Zəfərnamə kim Mevlan Şərəfüddin Yezdi ruh Rabbahallahul Əziz Farsi tili bilan Teymurinin vaqiyyatını itib turur taciklərin andın bəhrə tapıb Türk elika feyz tikmay turur və turur isə gira kim bu kitab Türki bilan Bulğay. Türki bilan Bulğay ta andın il ulus diqqət buyurun, kəlmələrə baxın, çox gözəl kəlmələr. İl ulus faydə tapqaylar. Çünki bu əndişi lətif güzgü gibi mübarək göngüllarıqa getdi. Bəzi danalar ki bu həzrətinin mülazimətiğə hazır irdilar, bu əndişədin şad bulub barca və ağılıb etdilər. Ağıllıq etdilər. Yaxşı təbiinin, yaxşı qılğay fikrini. Bəsə andın süng bu bəndə kəminə. İndi buna çox gözəl bir söz dedi. Mən bunu deyim ki, dünən bir kitab, keçənki cələsində 2 cildlik bir kitab, 1500 səhifəyə yaxın, 1600-ə yaxın əslində səhifəyə yaxın bir kitabı 2 cildidə tanıtdıq ki, farsça yazılıbdır, çap olubdur. Ona işarə edir. Onun yazarı Şərəfüddin Əli Yezdilidir ki, Teymurilərin əvvəl dövründə, yəni bu öləndən 4 il öncə, yəni bu Şərəfüddin Əli öləndən 4 il öncə, 4 il ölməmiş qalsın ki, bu ölür, Əmir Əli Şir Nəvai doğulur. Əmir Əli Şir Nəvai bu Şərəfüddin Əli kimi adamlar, bu və buna tay, yəni bu Şərəfüddin Əli və Əli buna tay insanların yaratdığı Teymurilər kültürünə, tarixinə, mədəniyyətinə doğur, təməddününə doğur, uyğarlığına doğur və oradadır ki, gül açır o. Yəni onda bir, məsələn, bu yazdığı kitab farscadır. Dünən görsətdik, çox da təəssüflə, çünki farsca, həm farsca idi, əlbəttə oxuduq, farscalığına baxmadıq, amma bunun əsli kitabı biz görmədik. Bu çap olmuşdu. Əsli kitabın çox əcib miniatürləri var ki, mən onlardan bir neçəsini tapdım, indirdim. Onları sizə göstərim. Mən burada əgər eləyə bilsəm, buradadır. Baxın, məsələn, bu oracan ki, mümkündür, yekəldəcəyəm görəsiniz. Bu o kitabdandır. Amma bunu bir ayrı yerdən tapdım. Yəni, kitabdan tapmadım. Bu da bir ayrısıdır. Savaşları görsədir. Əmir Teymur həzrətlərinin sahibqiran dedikləri Əmir Teymurdur. Əmir Teymur həzrətlərinin savaşlarını göstərir. Məsələn, burada diqqət buyurun, zahirən burada bir məscid tikirlər. Onun filinə, filanla burada işləyirlər.
göstərir, onu çəkib. Ya burada məsələn savaşa gedirlər, onu göstərir. Burada zahirən iplə, kəməndlə bir şeyləri çəkirlər üstə, ya neynirlər, yendirirlər aşağıya, bilmirəm. Onu göstərir. Bunlar hər halda o kitabdandır və bu da Xiyav şəhrin Çində azad elirlər. Onun burada da insanlar şəhərdə bu qədər görər. Çox əcib bir kitabdır, amma təəssüflə onun əslini tapa bilmədim. Hətta farscasının əslini, yəni əgər onun əslini tapa bilsək, onun miniatürləri də çox önəmli miniatürləri var. Yazısı da, əl yazısı da bir dənə səhifə gördüm. Onunla da fikirlərim əks salmışam. Görüm onunla da bir əks salmışdım. Əgər tapa bilsəm. Burada deyil. Buradadır. Ondan da bu bir dənə bu fikirlərim o kitabdan bir əksidir. Fikir edirəm, yəni mütməyin deyiləm. Burada bir şey yazılıb, amma oxuya bilmirəm. Yəni sarı rəngin yazılıb, biz gedibdir, oxuya bilmirəm. Amma bu olsa, yəni çox gözəl bir əl yazmadır. Kaş ola bilər ki, bu kitabı əldə edək. Bu bizim Hindistan, yəni Teymurilər hakimiyyətinin, Əmir Teymurun özəlliklə tarixin, savaşların, stratejilərin, siyasətin deyir və biz bunu bilmirik bu günləri ki, Əmir Teymurun siyasətləri nədir? Bir də Əmir Teymur bilirsiniz, gəlir Ankarada da Osmanlının şahın aradan aparır və Osmanlı 10 il fitrətə gedir. Yəni 10 il qardaşlar, əmioğlanlar arasında savaşdır ki, kim şah olsun, kim olmasın və sonunda biri zəfər qazanır və Tazaşdan Osmanlını toplur bir yerə və bir gücə çevirir. Əmir Teymur çox güclü bir siyasi dəhadır. 3-4, əgər yadımda qalsa 5 dil bilir. Və hər savaşa səfərə ki çıxır, səfər o zaman mənzuru bu deyil, dolanmağa, turist deyil getsin dolanmağa Əmir Teymur ya o birisi şahlar. Səfər sözü, yəni savaşa hərəkət edir. 40 dəvə özü ilə kitab götürür. 40 dəvə. Yəni 40 dəvə yükü kitab daşır özü ilə. Kitabxana daşır. Yəni bu adam niyə dünyanı ala bilibdi? Niyə bir çox savaşlarda qazana bilibdi? Niyə bir çox millətlər ona təslim olubdu? Çünki bu adam oxurdu daimən. Və dünyanın o mühüm kitablarını toplurdu. Onun üçün eləyə bilirdi. Yəni bir adam ki, mütaliə eləmir, onun ağlı da işləmir ki. Hər halda bu Kücünci xan, Kücünci xan görür ki, bu Şərəfiddin, Mövlana Şərəfiddin Əli farsça yazdığı zəfərnamə var. Deyir ki, bu taciklər üçün yaxçıdır. Ruhi Rəbbəhullahu Əziz Farsi dili bilən Teymurinin vaqiyyatını edib turur. Taciklər öndən bəhrət bulur. Deyir ki, taciklər fars demir ki, burada deyir ki, fars dili var, amma farslar yoxdur. Deyir ki, taciklər ondan fayda alırlar, türklər fayda alamırlar. Diqqət buyurun, bu anlayış var ki, bu kitab mənim hakimiyyətimin altındadır. Hindilər də mənim hakimiyyətimin altındadır, Pəştunlar da, farslar da, türklər də, nə bilim, Hindistanda çoxlu vardı, Pakistanda vardı, bunlar da onun altındadır, Sri Lankada bunun hökuməti altındadır, Taylar da bunlarla. Amma bunun yanında deyir ki, mənim dilim var, türklər bunu bilmir. Bəlkə o birisi hindilər də bilmir, bəlkə onlara da yazdırır. Amma burada bu kitab, bu yazar deyir ki, bu Kücünci xan bunu bildi ki, Türk dilinin, bu kitab Türk dilinə çevrilməlidir ki, insanlar bunu oxusunlar. Və türklər də bunu anlasınlar, bu kitab nədir? Buranı oxuduq, bəs ondan sonra bu bəndi kəminə, yazara. Yazarın adını görək deyəcək, deyə yox. Umaram ki, adını desin və biz də onu oxuyaq.
Bu bende kəminə bi istitaət turab əqdamil füqəra adı nədir? Yazarın adı gəldi. Yazar Məhəmməd Əli ibn Dərviş Əli Nəccari. Məhəmməd Əli İbni Dərviş Əli Əli Nəccari. İşi də nəccarlıqmış. Pəs yazar kimdir? Məhəmməd Əli ibni Dərviş Əli Nəccariyə işarət buldu. Kim Türki dili bilə zəfərnaməni yormaq 2 dana 3 dana məna verir. Bir yorulmaq var. Yəni məsələn işləmişik, yorulmuşuq. Bir bu yormaq var. Amma yormanın əsl sözü budur ki, bir nəfər bir söz deyir, çox dərin söz deyir, anlaşılmır. Biri onu açıqlır. Buna yormaq deyir. Yozmaq işlənir çox vaxt. Amma yormaq deyir. Bu da deyir ki, mən onu yormaq, yəni fars dilini bilən yoxdur, mən onu yorum, tərcümənin yerinə işlədir. Çevirməyin yerinə yormaq işlədir. Bu da birinci dəfə bu lüğəti də burada oxuduq. Yorulkay, bəs əgərci bu bəndiyi həqir xaçzarğa ol istitaət yox irdi, kim bu işə, bu işqa və burada bir kəlmə dedim, kitab o yüzden cırılıbdır, burada bükük düşüb, büzüşübdür. Xəlqilğay, amma bu ayətnin məzmunu bil ki, bir ayət Qur'andan deyir, bunun məzmununa görə mən girdim bu işə. Ətiyullah və ətiyur rəsul və ulul əmri minkum. Vaqi bülüb turur yox və turur yox diya almay ənbiya və uliya və hidin məddü himməti tilab istemək, diləmək. Ənbiya və uliya ruhidin mədədi himmət tilab bu əmrə məşğul buldum. Ümid olturur kim məqbul təb'i xan ali miqdar və ümərai büzürgvar və düzürar nikuşə vüzəra olacaqdır və vüzərai نیچو شعار و زرفای نامدار bulğay inşallah Teala bəsə ümid olturur kim əgər səhvi və xətayı bu kitabı içində mübarək nəzərlərə gəlsə mərhəmət qılım qələmi birlə islah qılıb anın səhv və xətasına baxmağaylar və hüvəl əzizül vədud Teymur Beygin link. Burada bir şey yazılıbdır, təəssüflə qırmızı yazılıbdır və kağız da həm cırılıb, həm də büzüşük düşübdür. Onun üçün bir də bunun üstündəki bu ahar var, o ahar da gedibdir. Onun üçün qəşəng görsənmir, amma Teymur Beyglin mütəvəllid bulğan və aləmi öz cəmali bilə burada oxunmur bura. Urqa qılğan sözləri. Ehtimalən bu Teymur Lənç deyiblər. Savaşda zahirən bunun qıçına ya qıç ayağına, bacağına ya qılıç dəyibdi, ya ox dəyibdi. Hər halda biraz axsırmış. Oradan deyirlər bunu və bu da heç şey yoxdur. Yəni nə deyirlər? Pis deyil. Qədim insanları sifətləri ilə çağırırdılar və insanlar da ondan rahat idilər. İnsanlar özləri ilə barış idilər. Mənim əgər çolağam, tamam çolağamdı, qutardı yetdi. Bunu qəbul edirdi, bundan rahat yaşırdı. Bunu hiqarət bilmirdi. Amma indi təəssüflə insanlar hiqarət bilirlər. Teymur Beygin, indi burada bu kəlmə əlbəttə oxuya bilməmişik. Linkidir, bu pəngliyin mütəvəllid bulğan və aləmni öz cəmali bilə burası nədir? Urq qılğan sözləri. Tamam, gedək görək ki, burada indi Teymur bəyin doğumuna görə nə deyir?
Təəssüflə dediyim, əgər baxsaz burada indi YouTube-da görsənir. Burada gedibdir. Yəni o ahar tökülüb, kitabın bir çox yeri oxuması zordur. Padişah, mən əvvəlini oxuya bilmədim. Yəni onları oxuya bilmədim. Ona görə padişah kəlami din mundaq məlum bulur kim Feyyaz Ali alel itlaq Feyyaz alel itlaq xəzani sidin a'ta kulli şeyin xəlqəhu sümmə hüda. Yəni biraz əzbər olduğum üçün görəndə bir ora burasını eləyə bilirəm ki, yapışdıram, amma türkçələri bilmədiyim üçün. Salahu məhəbbəti xələtini yaxşılıq təriqəsini tibdisiga, indi bu nə məniydi oxuya bilmədim. Çünki gedib tərbə. İnayət qılır bulsə, bu inayətni bu bəndinin fərzəndələrindin görsatur nəcün kim Peyğambər sallallahu aleyhi və səlləm etib ya eyib tururlar. Və inne selahər rəculi orası gedibdir. Libətnissa şaz ehtimalen oxunmur. Bu hədisinin mənisi Həzrəti sahibi Qiranin atası, burada xanın adı gələcəkdir, amma atası Şanida turur kim? Əmir Tırağay. Dədəsinin adı məsələn Əmir Tırağaydır şeyin. Əmir Tırağay İrürdü. Tırağay bəy üləma və süləha və müttəqilərə müşfiq və mehriban irdi və bunların məclisidə barur irdi. Laçənən bu cəhətdən kim Həzrəti Haqq'nin sevir bəndələrini sever irdi və bunların dostluq danəsini sidq çəşdiğə pərvəriş bir kan üçün. İndi burada bir ayət yazıbdır ehtimalən, əgər deyəmsəm ənbətəhallahu nəbatən hasanən həqib dövlət və səadət səhrası. O kitabı indi tərcümə edir da, yəni buradan başlandı, o üstdən ki oxuruq oradan. Kəramət və ifzal din təvəllüdi beyt. Tutabdi ba iqbal bəxt din nişan. Anga bir di haqqı puri sahib Qiran. Qiran Qəzan Sultan, Qəzan adı olacaqdır. Qazan ehtimalən biz deyirik, bu Qəzan yazıbdır. Qəzan Sultan zamanında dövlətinin günü və səadət gücünün ayı gökdə. Səadət gücünün ayı zahir buldu və aləm saxlağıcı. Saxlamaq çox gözəl. Bu saxlağıcı gözəl bir kəlmədir. Əgər eləyə bilsək, yadımızda saxlasaq. Saxlağıcı yıldızı inayət Rəbbaninin ucidin yarıq buldu. Şaban ayının 25'ida tarixi 736 və istiqan Siçan biz deyirik da, burada indi istiqan Siçan ili yəni. Tarixi pəs beləsi oldu. Şaban ayının 25'ida tarixi 736 ilində və istiqan yıl kim? Moğolların yılı bilə müvafiq durur kiş. Mən bunları dünən farsıda oxuduğum üçün indi zehnimə dəqiqən gəlir ki, o nə deyibdir, bu nə deyir. Dəqiqən tərcüməni elə gətiribdir ki, aynı anlamda gedir. Deyir ki, Siçan ili Moğolların yılı bilə müvafiqdir, illəri ilə müvafiqdir. Yəni o cürsə gedir. Müvafiq durur keş, dilkeş və velati
Vilati da Tikə xatun. Tikə xatun da bunun anasıdır. Ya Təkinə xatun, üzr istəyirəm. Vilati da Təkinə xatun kim şər'i mütəhhər yüsünü mətəhhər yüsünü bilə ol əmiri din pərverinin nikahi dilayirdi andın Hazreti Sahibqiran gün gibi zahir buldu. Sahibqiran dedikçe bu adətlən işlənir. Çünki Teymur hala dünyanın birçok yerində hürmət sahibi bir insandır. Hazreti Sahibqiran gün gibi zahir buldu ve alem efruz mahi burci saadet din çıktı. Yan ki başdın buldu bir ay aşkar. Beyt gətirir. Bir beyt gətirsin görək nə deyir. Buldu zahiri dünyada bir namdar. İnsan suretiyle bir cani cihan ikildi ve alemni Humayun Məqdəmi bilə müzeyyen kıldı ta kim anın zat-ı şerifi yaman gözdün selamet qalğay. Ve in yekad ayesine işare edir. Ve in yekad. Ve in yekad telaveti bila sipehrinin tesbihi itgucilar meşgul buldilar. Tesbih etguciler, tesbih edenler. Tesbih etguciler meşgul buldilar. Vel melâketu yusabbihûne bihamdi rabbihim ve yestağfirûne limen fil arzi. Bese ta anın alaq qədri kemal terakkiğen Nisa gene burası gedibdir. O Nisa'dan sonra bunun devamı olacak ama biraz da burada benim kompüterimde şey var imiş. Her halde oxunmur. Vəzaifi bilə mədəd qıldılar. Beyt. Ki sərsəbz bulsun bu zibanə hal. Panahidə tutsun ani zülcelal. Cəvanbəxt و firuz bulsun mudam. Anın əmridə aləm olsun tamam. Anın ədlidin tazə olsun fələk. Mütii anın barcə mülkü mələk. Və ol səadət şer qutardı. Və ol səadət gününün pərtovidin həqiqət sırrı zahir bulub iqbal burcu din görünüb qaculi bəhadirinin tüşünün təbirini kim Tumnay xan itib. İndi gediblər bir təbirçinin yanına. Məsələn o zaman deyək ki münəccimin yanına gediblər. Onlar ki göydə ulduzlarla, zatlarla məsələn danışırlar. Gediblər onun yanına. Və ol səadət gününün pərtovidin həqiqət sırrı zahir bulub iqbal bürcidin görünüb qacılı ehtimalen bir məhəll adıdır. Bəhadirinin tüşinin təbirini kim? Tuş xiyal, rüya, yuxu. Tüşi. Onun bir yuxu görübdür. Qaculi bəhadirinin tüşinin təbirini kim? Tumnay xan itib irdi. Mühakkak buldu 8. kövkəb kim? Təbiri tiliti bilan sahib dövləti din nişanə. Sahib dövləti din nişanə bulğav 8. Qaculi bəhadirinin nəslidin. Burada görürsünüz bu Qaculi Bəhadur ehtimalen dedim bu yer adı olacaq Qaculi o Bəhadur da ki savaşçı, pələng beləsi bir şey olacaqdır. Nəslidin. Bunun 8-ci nəsli, onun 8-ci nəslidir. Bəhadurun, o Qaculi Bəhadurunun 8-ci nəslidir və onun yuxusunun təbiridir. Gedək o birisi səhifəyə görək ki, nə deyir? Zahir bulub səltənət-i aləmini nurani qıldı və andın süng ədd avazəsi və insaf təriqəsi məşriq aləmdin məğrib gecə tulub məşriqdən məğribə dək yerinə bu kəlməni işlədir. Məğrib gecə, yəni bu ikisinin arası.
Məşriq aləmdin, məğrib gecə tolub, fəth firuzluq asari Həzrət Subhan inayətidin, ana müyəssər bulub, bari aləm müsəxxər buldu. Beyt. Ehtimalən buranın əvvəli nədir oxunmur? Vuhuş tüş kim ana təbir sinsin. Ya nə olacaqdı o? Mən vuhuş oxudum, amma ola bilər ki, bu olmasın. Çünki oxuya bilmirəm. Ya xoş ola bilər. Və xoş tüş kim ana təbiri sinsin. Nə xoş olacaq o da. Nə xoş tüş kim. Tuş dedik yuxu roya. Nə xoş tüş kim ana təbiri sinsin. Nə xoş ayət kana təfsir sinsin. Və bu sözünün təhqiqi bu turur kim səltənəti qəvaidi da və xilafət توری دا آنın mübarək vücudi və səadətmənd bünyadi cəhan icra ahər zəmanın sahibi girani bulğay və mundin yaxşıraq dəlili bulmağay. Anın ücün kim bu sahibi dövlətinin taliyi ciddi burci, cüdey burci, cüdey ya cədy burcida tuşti. Və bu burcunun xasiyyəti olturur kim, hər kim bu burcdağı taliyi da mütəvəllid bulsa, bu burc dağında, bu burcdağı taliyi mütəvəllid bulsa, kəmal-i səltənət ucidat kay və barcə səlatin larğə sərvər bulub, hər nə kim göngülkay geçkay, çox gözəl. Göngülkay keçkay anga müyəssər bulğay və nir əzəm yəni aftab kim cəlalətinin yıldızı turur törtünci və təd və indi bunlar ciddi göydə bu ulduzlarla işləyənlərin istilahlarıdır. Mən bunlarla tanış olmadığım üçün də tördüncü vətəd və da kim qərar və sübat idi evi olacaq. Evi turur və öz yerdə şərəf bilə ətarüdgə neycük kim aftab duri bulğay. Gene burada bir şey yazılıb silibdir. İkinci, mən oxuya bilmədim. İkinci dərəcəyi himəl da fəth firuzluq elmini kutarıb iqbal mənşurinin səadət toqii bilə yasab turur kim. Yasab, yasa sözündən ehtimalən düzəlib, amma kamil bilmirəm. İndi gördüğünüz şey bu kitap çok da zor değil okuması. Biraz zəhmət istir, adam oxuya bilir. Bir də xətt çox gözəl yazılıb da, əl yazma məhşər bir əl yazmadır. Kitabın burasında bir iradlar var, amma gedək mən bu kitabın dedik 600 səhifədə, hər 100 səhifədən bir yarım səhifə ya bir səhifə oxumağa çalışım. Görək ki, eləyə bilsək. Beləsi gedək qabağa. Tamam, bu 100-cü səhifəni gətirdik. Görün bunun əvvəli, bu iki səhifədə bir əvvəl qırmızı bir xətt olar. Oradan başlayayım oxumağa ki, sözün əvvəli olsun, yarımçılıq qalmasın. Burada ehtimalən 101-cidir ya 100-cidir. Orada səhifədə aşağıda 5 sətir qalır ki, qutarsın, 6 sətir qalır ki, qutarsın. Orada qırmızı yazı ilə yazdığı yerdən başlayıram. Həzrət sahibqaran və zulsustan sari mütəvəccüh bulğa. Ehtimalən bu bir yer adıdır. Van Dustan, dəstəli terlə yazılıbdır. Bu Dustan sarı mütəvəccüh. Həzrət sahibqaran Van Dustan sarı mütəvəccüh bulğaya. Buradan indi görək nədir? Nüsrət şiar cirgi andin köçüb və
An Van ve Vustan andın köçüb Van ve Vustan sarı müteveccih buldu. Bu iki yere gedir. Ehtimalen indi bu Vustan haradır? Van mənim zehnimə indi gəldi. Bugünkü Türkiyədə Vandır. İrana çox yaxın, Azərbaycana yaxın, Azərbaycan torpaqları idi. Və Vustan da ehtimalən yenə bir torpaq olsun, amma mən mütməyin deyiləm buralı olmuş olsun. Bura ola bilər ayrı yer olsun. Van və Vustan ya da Dəstan sarı müteveccih buldu və mülki İzzeddin Şirazi xəbər eşitib və Məlik İzzeddin Şirazi, bu Məlik İzzeddin Şirazi hər kəsdir xəbər eşidib Van qəl'əsinə girdi. Van qəl'əsinə bu Məlik adında bir adam orada hakimdir. Bu gördü ki, eşitdi ki, sahibqiran, yəni Teymur, Əmir Teymur gəlir, girdi qələyə. Van qəl'əsinə girdi və Van hisarı əsru bir tağ üstüdə vaqe bulub. Əsru bir tağ üstüdə vaqe bulub irdi və bir yanı da su irdi. Bəsə Mənsur heringi anda tikanda ol qəl'əni almaq üçün ol sarı yürüdülər və quruq yanığa gəlib düşdülər. Ehtimalən bu düşdülər, mən burada d oxuyuram, amma düşdülər olmayacaq. Ehtimalən bu ayrı bir şey ola bilər. Oxuya bilmirəm nədir. Və uruş əsbaqiyə, oruş mən görürüm, oruş bizdə şeydir, amma burada nə məniyə gəlir bilmirəm. Örüş, hörüş anlamına gələ bilər. Yəni çöl, hörüş bizdə bir yerin, bir kəndin dövrəsinə ki, onun mülküdür, ona hörüş deyirik. Bir də hörüş evin dövrəsinə ya bir şeyin dövrəsinə divar çəkəsir, çəpər çəkəsir, o da hörüşdür. Ehtimalən bu o anlama gəlir. Çəpər, divar, qəl'ə, qəl'ənin eşik divarları. Və örüş əsbağa məşğul buldular və mülki və Məlik Müəzziddin 2 gündən son gedək bu bir səhifədə nə olur? Son hesarıdın çıxıb Həzrətinin didarına müşərrəf bulub mülazimətdə oturdu. Amma qəl'ənin ili əhli ehtimalən əhlidir, ili yazıb əlbəttə. İl. Bizdə ildir da, yəni insanlara il deyir və ulus. Gördünüz ki, burada orada iki kəlmə ki demişdim, yadımdan çıxdı əvvəldə kitabda. İl və ulus hər ikisini də işlədir. Qəl'ənin ili qaviyət bədbəxtlığı din. Qəl'ənin birliği kağırə bulub, yağı bulub, hisar yolunu sərgidilər və uruşmağa məşğul buldular. Beyt. Vəsvas şeytan و cəhl و غرور səadət yolidin düşüb barcə dur. Kişi kim qərar buldu anın günü. Şeir devamı varmış. Kişi kim qərar buldu anın günü, bulur ol kişi zeşt zaru deni. Bəsə ya da yesə, isə ola bilər. Yesə, bəsə. İndi bu bəsədir, yesədir. Bu üçüncü yerdədir ki, görürəm. Amma mən bunu bəsə oxuram. Ehtimalən bəs mənisində olsun. Ya isə olsun, yesə. Amma bir nöqtə mən görürəm. Bəsə Mənsur ciringi hekmi bilə mənzəniklər sab uruş saldılar və Həzrətinin dövlətidin ol qəl'əni kim hər gərbic padişah və səlatin anqa müsəqqər qılmağın turur 20 gündə ani müsəqqər qıldılar və ol bədkirdarlardın birini tirbək qoymay kübrağını qələ üstüdün taşladılar və bu məhəldə təhrətəndin kim Azərbaycan ehtimalən olacaqdır. Azərbaycan
nöqtəsi yoxdur. Azərbaycan yazılır, amma Azərin dalzı nöqtəsi var, Beycanın nöqtəsi yoxdur. Ona görə onu belə o cür yazılıb. Yəni illa ki deyək Azərheyhandır. Ki o da mənə gəlmir. Bu məhəldə təhrətən din ki Azərbaycanda irdi, ilci gəlib, ilçi həman. İlci gəlib küp, pişkeşlər küp, pişkeşlər küp çox. Küp də ki var bizim deyirik məsələn bir küp qızıl, bir küp yağ. Yəni çoxdur da o bir küp özü böyükdür. Ona görə deyir ki ilçi gəlib küp pişkişlər və töhfələr gətirdilər və məzmuni ol irdi kim bəndə və xidmətkar və dövlətxah Həzrət Sahibqirandır mən. Dedi ki mən Həzrət Sahibqiranın xidmətkarı və dövlətxahıyam. Beləsi Azərbaycandan belə bir şey gəldi. Əlbəttə ki bu kitab bizə tarixdən çox bir şeylər verəcək, amma bunu öyrənməmiz lazımdır. Nəzm. Ki sahibqiranğa kim bəndəmin, qulunun mən cəhan icra tazəndəmin. Ki xidmətdin özgə işim yoxdurur. Məsələn bu yoxdurun nöqtələri yoxdur. Yoxdurur. Sözüm cin o haqq munqa tanıq turur. Həzrət Sahibqiran küp muxtab rəhmətlər dedi və ol vilayətinin hakimliyini burnağı və süturi bilə anqat müsəlləm tuti. Və tamam görürsünüz ki burada sülh bərqərar oldu ki, əgər eləyə bilsək 200-cü səhifədən də bir balaca oxuyaq və görək bu 200-cü səhifədə bir qırmızı yer var. Nəzm. Yoxdur, elə əvvəldən oxuyacağım. Neyniyək, heç sədə deməz. Tarti 3 tü quz at. Tarti 3 9 at kim barcanın ikar yukanları altın iri pişkeş tarti və Həzrət Sahibqiran təqi anka zərdüzlük tün gedirib və mürəssə kəmər berib yaxşı görüb sürdü və ol qalın ilkim ücü din və dübalur din gəlib ol qəl'əğə girib irdilar. Yarımçılıq olanda beləsi olur. Yəni adam bilmir ki nə oldu, oxumağı da zor düşür adama. Əvvəldən oxusaydıq bunu elə beləsi gəlsəydik kitab daha ravan olardıq ki sözləri də bir-bir zehnimiz adamların adların, yerlərin adların sözləri bir-bir zehnimiz bir-birinin dalında saxlar. Təsbih kimi. Kitab beləsi yazılırdı. Yəni təsbih kimidir. Hər bir dana sonki dananın köməyidir. Yəni təsbihdə necə birinci elçisi sonra o birisinə növbə yetişir. Kitabda da hər sözü siz beləsi gedəndə o cür olur. Görüb surdi və ol qalın ilkim icudin və dibalur din gəlib ol qələqə girib irdülar kim hökm buldu kim Süleyman bəy və Allah dad bəy və Süleyman bəy və Allah dad bəy dürdar varlarını saxlasınlar. Şənbə günü ayının 29'u da hər biridin kilkan ilkim anda yığılıb irdi. Barcani şəhridin çıxarıb orduğa gətirilib beygilərə tapşırdılar. Beylərə yəni. Beylərə tapşırdılar və 3 güz yaxşı at qələdin çıxardılar və Həzrət ol atlarını bəhadurlarğa ulaştırdı. Bəsə yenə bu 4-cü dəfə və dibalur ilikim
musafir kabilini min kişi bile öldürüp ildilar. Piş 500 kişi alardın olurdilar ve ucuden ilidin hem bazılarını öldürdüler ve mallarını taladılar ve sahip granın Hazreti Perverdigar inayetidin andak tali keramet bulup irdi kim her kişi anga müti bulmay xilafet kılsa xilafet burada xilafet yani xilaf ne ki xilafet hakimiyet siyasi anlamda değil. Xilafet kılsa irdi ya sahip girandın gacıp özga sari parsa irdi barsa irdi barsaq qaçıb bir ailesine sığınmaq. Qaçıb özga sari barsa irdi iste ol kişi zar xar bulub ilki katuşar irdi. İlici katuşardı. İlik olmaq olacaqdı. Görürsünüz ki, məncə kitab çox sadə dillə yazılıbdır. Çox sevməli bir kitabdır. 300-cü səhifəyə gedək və oradan da bir neçə kəlmə oxuyaq və kitabın sonuna gedək. Görək ki, kitab daha nə deyir bizə. Əmirzadə Xəlil Sultan Paşa Bulğaninin zikri ve yine zeval tabganinin sebebi. Huşmend sahib dil dana padşahlık mertebesini Hazreti Azze Celle İzzeti Celle Celaluhu'nun kulakası bilir cahanbanlık ve fermasinin payesini Hazreti Hak kudreti din bilir ve bu iş her kişi ka müyesser bulmaz ta kişi bu Amerika layık bulmağınca yese şahlık çetri istenir. Burada cetri yazıbdır. Mən çetri oxuyuram ama cetri yazıbdır. Şahlıq cetri humay turur kim xasse bendelar kim yaxtes bi rahmetihi men yeşa saadet genatini xulase bendelarinin başlarına açıp kulaka salır. Kulaka salır ihtimalen burada kölge. Kölge külaka kölge. Kölge külaka kölge külaga salır. Ta bu mertebeye yetgaylar. Ve şahlık her ikinin bu her ikinin ne demekti bilmedim. Şahlık her ikinin kübiyle pamal bile müyesser bulmaz maksud bu sözdin oturur kim şövket ve kamrallık esbabi din kim Emirzade Xəlil Sultanığa müyesser buldu alem bina bulgandın beri alem bina bulgandın alem bina olandan beri bunu istir bu şekilde müyesser burada alem bina bulgandın bina bulgandın beri müşkil kim kişika mundak esbab-ı müyesser bulmuş bulgar ve nesep yüzidin sahipgiranın beniresi irdi ve sahipgiran olgandın son barca biglar ve herik Taşkendida anın Taşkendiden hakkında indi görürsünüz ki bunlardan danışır. Gedək kitabın sonunda görək ki bizə bir şey verir yox. Mən son kitabın son 2 səhifəsini oxumaq istəyirəm. Görüm ki bir dənə də qeydimdə alıya görüm burada bir başlıq olsa oradan başlayayım. Amma yox elə bu 2 səhifədə oxuyaq. Həm xatiməsi var, həm də ki əvvəldə burada bir sözlər deyir. Bu da çox önəmlidir. Burada bir qırmızı yazı ilə başlayır. 2-ci səfənin axirdən 2-ci səfənin ortasında onu bax. Sahibqiran Cəllad Sarı Barğani. Sahibqiran Cəllad Sarı Barğani bəsə sahibqiranın adəti ol irdi kim hər iş göz kim
vaqe bulsa irdi, özü ani itmam qılıb, ani qılmağınca aram tapmaz. Pəs hər iş ki güc ola, güc. Güc kim? Hər çətin iş, çətin güc. Hər iş beləsi oldu. Bəs sahibqranın adəti ol irdi kim? Hər iş güc kim vaqe bulsa irdi, özü ani itmam qılıb, ani qılmağınca aram tapmaz irdi. Bu məhəldə sahibqranın mübarək güngülida yetci kim İskəndərnin mehmani üçün barğay ol məhəldə Əmirzadə Şahrux Qaan'dən ehtimalən Qaan'dır, mən beləsi oxudum amma Əmirzadə Şahrux Qaan'dən mərəzi vaqe bulub irdi. Bəs ehtimalən bəs hökm buldu kim Şahzadə Şahrux necə xasə kişisi bilə bırah qabarsun. Ehtimalən bırah olacaqdı. Qabarsun gəlsin, yəni qabağa gəlsinlər. Amma xas kişiləri ilə. Ehtimalən berahdır ya birahdır. Əlbəttə birah bizim Türkçədə var, ciddi farsi olub berah. O ola bilər. Birah qabarsun və hirkini bizka qulsun. Bəs Şahzadə hükm bilə hirkini hırkat ehtimalən olacaqdır. Hirkini qoyub bir neçə xasə kişi bilə Xurasan sari mütəvəcceh buldu və sahibqran kamkar Cəlad sari mütəvəcceh buldu. Bu Cəlad sari ehtimalən mən üstə Cəllad oxudum, təşdidsizdir. Bu Cəla ehtimalən Cəlav sarı olacaqdır. Cəlav sarı, Cəlav bir yer adı olacaqdır. Və sahibqran kamkar Cəlav sarı mütəvəcceh buldu və o yolda tağlar və tərəlar küb irdi. Anda girib neçə gün yürüb Cəlavning ehtimalə Əfqanistanda bir yer olacaq bu Cəlavning. Cəlavning tağın yetib anın üstüqa çıxıb tüşi İskəndər kafir nemət sahibqrandın xəbər bilib andın qaçıb sənəm dərğə bardı. Sənəm dərğə bardı və Həzrət sahibqran cümə günü Ziqədə ayının 20-sida Cəlavğə yeti və andağı il İskəndər bilə qaçıb gidib irdilar. Həzrət andın köçüb ol yolda bir ehtimalən burada bir kəlmə dərə mən oxuram, amma ola bilər ki ol yolda bir dərəyə irdi kim anda və anın vaqiatı və halatı özqa məqalə və bəyan bulğusi turur. Vallahu ələmi bis-səvab. Getdi bir dəriyə yetişdi. Bu şəriyə bir ayrı kitabdır gələcək. Yəni ikinci cildi də gələcəkdir. Təəssüflə mən ikinci cildin türkçəsi bilmirəm, varımdır, yoxumdur. Onu görərək. İndi burada kitab qutardı. İstəyir bu birinci cildə bir xatimə yazsın. Xatimə bir neçə beyt kim bilan kim Həzrət xanının duayı dövləti vaqe buldu. Tiling tartıqıl tilin həman dil. Tiling tartıqıl ey katibi bol xamuş. Tiling tartıqıl dilvi dart ginən. Tartıqıl dilvi dart ginən. Yəni sözləri ölçü ilə, ölç ginən, yaz ginən ya de ginən, ağzından çıxart ginən. Tiling tartıqıl ey katibi bul xamuş. Necə qıssə oqub qılırsın xuruş. Dema kim cəhandın bulub nuri nəhan. Teymur
ol şəhənşahı sahib qıran. Kitab-ül-Qusi dövr-i fələk icra mehr. Cahan icra itirə həman. Kitab-ül-Qusi dövr-i fələk icra mehr. Cahan icra budur gərdun sipehr. Dikaylar anın qissesin aşkar. Dikaylar anın qissesin aşkar. Bari əhl-i daniş bilir به لیلی نهار چو ol گیتی پاینده bulsun mudam چو ol گیتی پاینده bulsun mudam bu خاقان دین دار عالی مقام شهنشاه دین پرور دادگر عدل دین بردی دوری خبر dövri xəbər ədli din birdi dövri xəbər dövr zamanə anlamındadır. شهنشاه ایران و توران زمین شهنشاه ایران و توران زمین آنگه شاهلار بنده ای کمترین bu aləm anın himməti da cuy yüzidin məhu mehru bir pərtüvi anın qəsriqə bu fələk panə Firidun ana bir furumaye. Anın qəsrüğə bu fələk paye. Firidun ana anga bir furumaye. Anın ədli din aləmi şadman. Cəfa və sitəm tiğidin dur dövri nəhan. Anın dövrüdə buldu kim dərdü ғəm. Eşitmaz kişi indi ami sitəm. İlahi Kitab-ül-Qusi dövri cahan fələk üzra xurşid bulğay əyan bina hingida toy qılsın ey kerdigar pənahında yəni pənahında toy qılsın ey kerdigar kim əsrü irür şahiniku şiar bu xan kim irür şah ali təbar özü dik oğulları həm namdar irür hər biri sərvi bağı behişt anadik barik pak و نیکو سرشت جوانبخت و دیندار و پاک اعتقاد باری پاکیزه و باری پاک و پاکیزه و پاکزاد bu şəhzadələri nisin ey kirdgar bu şəhzadələri nisin ey kirdgar yaman gözdün əsirağıl ey pərverdibar ey birdebar hər halda beləsi oxunacaq. Kitab burada qurtardı. Məncə çox cəlib bir kitabla tanış oldum. Və mən bunu çox rahat oxudum. Bəzi yerlər gedibdi. Allaha min mərtəbə şükür olsun. Allah bu lütfü mənə verdi ki, Türk dünyasının dili və qaynaqları və yazı qaynaqları ilə tanış olan. Bizim ən böyük mülkümüz, torpağımız, dövlətimiz, qaynaqlarımız deyil. Ən böyük mülkümüz, varlığımız bu kitablardır. Bu kitablar olandan sonra biz o mülkü, o torpağı, o dövləti ələ gətirə bildik. Amma bunlardan qırılsaq, kökümüz yoxdur. Su üzündə köpüyə bənzirik. O halda ki, bu kitablar bizi kökümüzdür, tarixdə, yerdə. Biz bunlardan nə cür məriz olsaq, nə cür işğala getsək, əgər bu kitablardan bizim canımıza su gəlirsə, qan gəlirsə, damarlarımızda bu kitablar axsalar, biz hökumətimizi qurarıq, torpaqlarımızı əlimizə geri alarıq, saxlarıq. Məncə çox ciddi bir kitabla tanış oldum, Allaha şükür olsun. Və ciddi ləzzət apardım. Bu kitabın üstlərində biraz təhqiq eləyək. Əvvəl bu kitabın adını deyək. Adı nə idi bunun? Zəfərnamənin türkçəsi.
Əvvəl bunun adını burada dəyişdirək. Zəfərnamənin türkçəsi deyək və beləsi bizə bu olacaqdır. Zəfərnamənin türkçə tərcüməsi. Bunu qələt yazdıq. Biraz Zəfərnamə. Tamam. Burada parantez arasında yazaq ki, Əmir Teymurun stratejiləri. Tamam. Məncə çox da gözəl oldu. Yəni bu kitabdan əl çəkəmirəm, istəyirəm qeydim bir də oxuyum, amma bunun üstündə bir araşdırma aparacağam. O araşdırmaları aparaq, sonra görək ki, nə çıxır. Bu gün düzdür. Bu gün Şərəfüddin Əlinin Zəfərnamə kitabının Cığatay türkçəsi ilə tanış oldum. Bu kitabın mütərcimi adı nə idi? Məhəmməd Əli ibn Dərviş Əli Nəccari. Məhəmməd Əli ibn Dərviş Əli Nəccaridir ki, bu kitabı Əmir demişdi bunu da Sultan Əbdülməhid Osman ibn Xan Küncü xan xan əmri ilə Farscadan Türkçəyə çevirmiş və bu şəxsə təqdim etmiş. Bu kitabın əlyazması çox oxunaqlı və cümlələr çox rahat və səlis yazılmışdır. Mən onu oxumaqdan çox keyf aldım. Əcəba. Bu mütərcim və
Küçüncil xan haqda bilgilər toplaya bilərmisiniz? Tamam. Mən fikirlərim ki, bu qədər yaxşıdır. Bu kitabdan bir dənə əks salaq. Ən gözəli də bu olar ki, birinci səhifədən bundan bir əks salaq. Və bunu da verək orada analiz eləsin. Tamam. İndi bu biz istiyoruz ki, mənim burada indi araşdırmam bunun üzündədir ki, bu kitab harda yazılıb və bu 5-ci Türk uyğarlıq ocağı hardadır? Bunu tanıyaq. Gedək görək ki, bu nə yazdı? Bu əksi də burada upload eləyək. Harda idi? Lütfən bu şəkili kağız yazı xətt rəng kağız yazı xətt rəng ahar köhnəlik təzhib və sairə üzərə analiz edib bir tarixə bir tarixi bəlli edin. Ha belə ikinci söz nə idi? Bu kitab hansı bölgədə yazılıb? Tamam, geçsin. Buna cavab versin. Biz əvvəldəki başlayaq oxumağa. İnsafəli Hidayət cənabları salamlar. Sizin Zəfərnamə kitabına və onun Cığatay türkçəsində olan bu nadir nüsxəsinə olan marağınız çox dəyərlidir. Bu sizin ədəbi və tarixi mutunlara olan dərin baxışınızı bir daha sübut edir. Şərəfiddin Əli Yəzdinin bu şah əsəri Teymurilər dövrünün ən önəmli tarixi mənbələrindən biri sayılır. İstədiyiniz məlumatları qısa və səlis şəkildə sizin üçün hazırladım. Mütərcim Məhəmməd Əli İbn Dərviş Əli Nəccari bu mütərcim haqqında tarixi mənbələrdə çox geniş məlumat olmasa da, onun çalışmalarından aşağıdakı nöqtələri çıxarmaq olar. Şəxsiyyəti. O, 16-cı yüzildə, miladi 16-cı yüzilin birinci yarısı Mavərəünnəhridə yaşayan bir alim və çevirməndir. Nəccari nəsəbəsi onun ya ailəsinin peşəsindən ya da mənsub olduğu məntəqədən gəlir. Yəni, hamısı
bunları mən də deyə bilərəm, təxmindir. Adın üzü ilə təxmin vurur, məlumat yoxdur internetdə. İşləri. Onun ən böyük xidməti Şərəfəddin Əli Yezdinin ağır və ədəbi farscadan yazılmış zəfərnaməsini o dövrün hökmdarları və xalqı üçün daha anlaşılan bir dil olan Cığatay türkçəsinə çevirməsidir. Onun dili sizin də qeyd etdiyiniz kimi dününkü dövrün ədəbi dilinin ən təmiz və səlis nümunələrindən sayılır. Dünənkü geçmiş. Hökmdar Küçüncixan. Küçüncü yazıbdı. Acaba mən bunu küçüncü yazmışam ya? Yox, mən küçüncü yazmışam, amma bu küçüncü ilə yazıb. Mən kitab C ilə yazıb, mən də C ilə yazmışam. Küçüncixan səltənət 918-ci ilindən 937 illər arasında bu adam yaşayıbdı. Səltənət 918 ta 937 Hicri. Qəməri Şeybanilər sülaləsindən olan və Səmərqəndidə hökmü sürən bir padişahdır. Bəs bura Səmərqəndidir. Bu bizə çox Səmərqənd. Səmərqənd demişdim, bu bölgədən təəssüflə mən tanışlığım yox idi. Bu birinci kitabdır və 5-ci indi Türk Uyğarlıq Mərkəzi. Səmərqənd Türk Uyğarlıq Ocağı 5-ci. Tamam, bu Səmərqəndidir bəs. Küçüncixan səltənət 918-937 Hicri illər arası Şeybanilər sülaləsindən, diqqət buyurun, bu Şeybanilərdədir, kitabı şeyin haqqında, Teymurun haqqında yazdırır. Və Səmərqəndə hökmü sürən bir padişahdır. Kimdir? O, Əbülxeyr xanın nəvəsi və Məhəmməd Şeybani xanın qardaş oğlusudur. Fərhəng və dostluğu. Küçüncü xan ədəbiyyata və tarixə böyük diqqət yetirmişdir. Onun əmri ilə türkcəyə çevrilən bu zəfərnamə nüsxəsi hökmdarın türk dilinə və Teymurilər tarixinə olan hürmətini göstərir. Siyasi mövqeyiyyəti. O, Səmərqənd şəhrini dövlətin mərkəzi qərar vermiş və elmləri, sənətləri himayə etmişdir. Onun dövründə türk ədəbiyyatı Mavaraönnəhridə çiçəklənməyə davam etmişdir. Bu, indi 918-də olduğu üçün bunu deyə bilərik ki, Əmir Teymurdan bir neçə yüz il sonradır. Və hətta deyə bilərik ki, Əmir Əli Şirinəvaidən də çox sonradır. Əlbəttə bunu yazıb soruşarıq ki, Küçüncixanla Əmir Əli Şirinəvai arasında bir ilgilər varmı deyə soruşaq. Bu da bizə biraz ittilaat versin bu haqda, zehnimiz daha aydınlaşsın. Pəs siyasi mövqeyiyyəti. O, Səmərqənd şəhrini dövlətin mərkəzi qərar vermiş və elmiləri, sənətləri himayə etmişdir. Onun dövründə türk ədəbiyyatı Mavaraönnəhridə çiçəklənməyə davam etmişdir. Not və təhlil. Bu kitabın sizin əlinizdə olması və onun səlis dilindən ləzzət almağınız sizin türkcənin tarixi sırlərinə nə qədər yaxın olduğunuzu göstərir. Bu əsər sadəcə bir tarixi kitab deyil, bəlkə türk dilinin klasik dövrdəki inkişafının bir göstəricisidir.
göstəricisidir. Bir tövsiyə. Bu kitabın dil saxtarını və o cümlələrin quruluşunu öz yazılarınızda istifadə etmək sizin ədəbi səbkinizi daha da klasik və güclü edəcəkdir. Bu tarixi şəxsiyyətlər və əsərlər haqqında daha dəqiq filolojik bir araşdırma istəyirsinizmi, yoxsa bu əsərin dil quruluşu ilə bağlı başqa bir marağınız var? İkinci sorumuz ki, sorduq bu kitabın şəklinə baxışla və bizə deyilən ki, nə var? Bu göndərdiyiniz faylındakı əlyazma tarixi və paleoqrafik yazı bilimi baxımından çox önəmli bir nümunədir. Verdiyiniz məlumat və görüntüyə əsasən bu əlyazma haqqında təhlili aşağıdakı kimidir. Kağız, ahar və xətt. Kağız və ahar, kağızın rəngi və toxunuşu Mavəraənlər və Xarəzm məntəqəsinin klasik kağızlarıdır. Ahar, kağızın üstünə çəkilən və yazının yayılmasının qarşısını alan astar. Astar o qədər mahiranə çəkilib ki, kağızın parlaqlığı və sağlamlığı 100 illər boyu qorunubdur. Kağızın köhnəliyi və rənginin saralması onun təxminən 500 illik bir keçmişi olduğunu göstərir. Miladi 16-cı yüzil. Xətt. Xətt növü o dövrün türk və fars divanlarında istifadə olunan nəstəli xəttidir. Bu nəstəli xas bir Şeybani və ya Teymuri Şeybani usulu ilə yazılıb. Yəni o dövrdə Teymuri Şeybani bir usul xətt yazma formatı çıxıbdı ortaya. Yəni təməddün doğur, mədəniyyət hey doğur. Teymuri Şeybani usulu ilə yazılıb ki, xoşnəvisliyin ən gözəl dövrünə aiddir. Cümlələrin səliqəli və rahat oxunması yazıcının katib bu fəndə nə qədər usta olduğunu göstərir. Təsvib və rəng. Təsvib kitabın haşiyə və başlıq qismətlərindəki təsvib göy, lacivərd və qızıl rəngin hökmranlığı göstərir. Bu növ təsvib boğulmuş və istindart Şeybani dövrü təsviblərindəndir. İstandart, bu istandartı istindart yazıbdır, mən də o cür oxudum. Təsvib boğulmuş və istandart Şeybani dövrü təsviblərindəndir. Bəs Şeybani dövrüdür, doğrudur. O kitabı mən dedim ki, görməmişəm, bu birinci dəfədir bu. Şeybani mədəniyyətindən söz aparmaq olar. Yəni, elə bilərik, iddia eləyək ki, Teymurilər dövrü yanı sıra Şeybanilər dövrü də var. Və mədəniyyəti də var. Rənglər yazda qara mürəkkəbdən başqa unvanlar və bəzi kəlmələr üçün qızıl və qızıl boya şəngərf istifadə olunub ki, bu da mətnin əhəmiyyətini artırmaq üçün edilib. Qızıldan da istifadə ediblər, qızıl boyadan da istifadə ediblər. Tarixi və coğrafiyayı bəllilik. Tarixi dövr. Əlyazma Küçüncü xanın hökmranlıq dövrünə, dedik ki, 918-937 illərinə aiddir. Təsvirdə görünən mətnin içindəki Küçüncü xan adı bu tarixi dəqiq bir şəkildə təsbit edir. Yazdığı bölgə. Bu əlyazma Səmərqənd və ya Buxara, Mavəraənlər bölgəsində yazılmışdır. Bu məntəqələr 14 Şeybanilər dövlətinin elmi və ədəbi mərkəzi olmuşdur. 14 dövlətin mərkəzi olub, salibdir. Səmərqənd və Mavəraənlər, Buxara. Tamam. Bu çox gözəl bir sözdür. Səmərqəndin bu qədər əhəmiyyətini bilirdik, adını eşitmişdik, amma bu ki Türk uyğarlığının qaynar bir bulağı çayı olubdu, onu indi öyrənirəm. Yəni bilmirdim.
Elə adam deyir ki, tamam bir siyasi bir vəziyyət, amma siyasi vəziyyət deyilmiş sadəcə. Köhnəlik və vəziyyət. Kağızın kənarındakı cırılmalar və qırışıqlar kitabın tarix boyu çox əldən ələ keçdiyini, amma özünün əsli mətn və təsviblərinin qorunduğunu göstərir. Bu əlyazmanın çox dəyərli bir klassik əsər olduğunun bir nişanəsidir. Nəticə, bu əlyazma 16-cı yüzilin ilk yarısında Mavəraənəhr, Səmərqənd, Buxara bölgəsində Şeybanilərin dövlət atölyəsində yazılmış dili Cığatay türkçəsi olan tarixi və ədəbi baxımdan çox dəyərli bir zəfərnamə nüsxəsidir. Sizin bu əlyazma ilə bu qədər yaxınlığınız sizin türk mədəniyyətinə və tarixinə olan düşüncənizi daha da dərinləşdirir. Əcəba bu nüsxənin sonrakı səhifələrində mütərcimdən başqa bir imza və ya möhür görünürmü? Əmir Əli Şir Nəvai və Küçüncü xan arasında müstəqim bir ilgi yoxdur. Çünki onların yaşadıkları dövrlər və hakimiyyət sahələri bir-birindən fərqlidir. Bu iki şəxsiyyətin arasındakı ilgini aşağıdakı kimi təhlil edə bilərik. Əmir Əli Şir Nəvai 844 ilə 906-cı illərdə olubdur. Teymurilər dövrünün böyük mütəfəkkiri və şairi olmuşdur. Küçüncü xan isə 918, yəni 12 il sonra, bunun foutundan sonra, Əmir Əli Şir Nəvainin foutundan 12 il sonra hökumətə yetişibdir. Şeybanilər sülaləsindəndir və Nəvai vəfat etdikdən sonra hakimiyyətə gəlmişdir. Amma onun yaşı haqqında bir şey bilmədik. Yəni o yaşını bilsək bilərik ki, nə qədər Nəvainin və Əmir Teymurun, yəni Teymurilərin siyasi və ədəbi stratejilərinin kölgəsi altında yıkəlibdir. Bu çox bizə önəmli məlumat verər. Mənəvi və ədəbi ilgi. Küçüncü xan Əmir Əli Şir Nəvainin dil və ədəbiyyat sahəsində yaratdığı Cığatay türkçəsi məktəbinin təsiri altında olmuşdur. Küçüncü xanın əmri ilə köçürülən zəfərnamə və digər türk əsərlər əslən Nəvainin türkçəni farsça ilə rəqib etmə ideolojisinin bir davamıdır. Siyasi və məntəqi ilgi. Nəvai Həratda Sultan Hüseyni Bayqıra vəzirlik dövrü Nəvai siyasi və məntəqi ilgi. Nəvai Həratda Sultan Hüseyni Bayqıranın vəzirlik və dövlət işlərində ən yaxın yardımcısı olmuşdur. Sultan Bayqıranın Hüseyn Bayqıradan söz gedir. Küçüncü xan isə Səmərqəndə hakim olaraq Nəvainin mürisi qoymuş olduğu ədəbi mühitin elmi və fərhəngi mirasından bəhrələnmişdir. Xülasə onlar müasir deyillərdir. Amma Küçüncü xan ədəbi mənşə baxımından Nəvainin yaratdığı türk dilinin çiçəklənməsi cərəyanının bir davamçısıdır. Tamam. İndi burada soruşaq ki, Küçüncü xan həyatı haqda bilgilər toplaya bilərmisiniz? Görək ki, burada nə deyəcək? İnsafəli Hidayət cənabları Küçüncü xan Sultan Xaqan Əbu Mənsur Bəhadur xan haqqında cəmlədiyim məlumatlar aşağıda kimidir. Təbar və nəsəb. Küçüncü xan Əbulxeyr xanın oğlu və Şeybanilər sülaləsinin ən önəmli hökmdarlarındandır.
Onun anası Teymurilərin böyük alimi və hökmdarı Mirzə Əliğ bəyin nəvəsi olan Rabiə Sultan bəyimdir. Hakimiyyət dövrü. O 1512 miladi ilində Səmərqəndidə bütün Şeybani sultanlarının təvafüqü ilə Ali xan, yəni diqqət buyurun, Şeybani sultanları, yəni torpaqlarda Şeybanilər hərəsi bir torpaqda sultandır. Onlar bir toy qoyublar. O toyda beləsi, indi onu burada oxuyuruq. Hakimiyyət dövrü. O, yəni Küçüncü xan 1512 miladi ilində Səmərqəndidə bütün Şeybani sultanlarının təvafüqü ilə, səsbirliyi ilə Ali xan, xanlar xanı seçildi, yəni xaqan. Və 1530 ilinə qədər Xanat-ı Buxarada hökm sürdü. İqtisadi islahat. 1513-də, yəni bir il seçiləndən sonra ta 23-ə qədər iqtisadi və puli islahatlar aparmışdır. Bu islahatlar hərçənd çətin bir prosə olsa da ölkədə ticarətin və iqtisadın inkişafına kömək etmişdir. Siyasi və nizami durum. Onun dövründə Şeybanilər Səfəvilərlə ciddi rəqabətdə idilər. Bununla belə ki, rəqabətlər, amma hər ikisi də Cığatay dili ilə danışır, yazır. Übeydullah xanın başçılığı ilə bir neçə dəfə Hərati Səfəvilərdən geri almışdır. Hərat düşmüşmüş Səfəvilərin əlinə. Lakin 1528 Hicridə, üzrə miladidə Cam Nəbərdində Qızılbaşlardan ağır zərbə almışdır. 520 kaş bunları yazıydı, miladi yazıydı. Nədənsə heydə yazıram, deyir ki, tamam, amma eləmir. Fərhəng və ədəbiyyat. Küçüncü xanın ədəbiyyata və tarixə olan marağı çox dərin idi. Onun himayələri nəticəsində tarixi əsərlər türkcəyə çevrilirdi. Bu da onun türk ədəbi mirasına verdiyi əhəmiyyətin göstəricisidir. Bu hökmdar yalnız siyasi bir şəxsiyyət deyil, bəlkə Teymurilərin fərhəngi mirasını Şeybanilər dövrünə daşıyan bir körpüdür. Körpü kimi çıxış etmişdir. Aya sizin bu zəfərnamə mütaliə ilə bağlı başqa bir tarixi ya da ədəbi istəyiniz varmı? Tamam. Burada indi biz bir şeyi görürük. Şeybanilər gəlirlər, Teymuriləri yıxırlar və yeni bir hökumət qururlar. Bu hökumətdə Teymuriləri yıxdıqları varlıqları əldən aparaq, aradan aparaq, pis eləyək, təhqir eləyək yoxdur. Gəlir onların varlıqlarını alır, eyni halda onların qızları ilə evlənirlər. Məsələn, bu onun Teymurun nəvəsi ilə evlənibdir, ya Teymurun o son şahın nəvəsi ilə evlənibdir. Bu da bunu göstərir ki, bu evliliklər bizi türkləşdiribdir. Osmanlı çox və Səfəvi çox Məsihi dünyasına yaxın olduğu üçün hər halda Səfəvi məsələn gedir, bir tərəfdən Rusiyaya yaxındır, bugünkü Rusiyadan danışıram. Ermənistan onun içindədir, bugünkü Ermənistan onun içində ola bilər, ermənilər içində yaşlılar. O tərəfdən Gürcüstan var, Gürcülərlədir. Bunlarla bu tərəfdən gəlir, hər halda bugünkü Türkiyənin şimal tərəfi və şimal-şərq tərəfi, yəni Gürcüstan tərəfi Məsihilərdir. Və o Məsihilərlə evlənirlər, siyasi amaçlar üçün, birlik üçün onlarla evlənirlər. O da səbəb olur ki, biz Məsihilərə tərəf gedirik üzdən. Yəni, uşaqlarımız çox Məsihiləşir baxış cəhətdən. Çünki ana Məsihidir, dədə türkdür, amma ana Məsihidir. Nə olur? İstər-istəməz uşaqlar Məsihiyyət dünyasından etkilənirlər və onlara bənzəməyə çalışırlar. Türkluqdan uzaqlaşırlar. Az da olsa uzaqlaşırlar. Siyasi olaraq onlarla mücadilə edirlər. Nizami olaraq mücadilə edirlər.
yəni hökumətlərini saxlamaq üçün. Bununla belə türk dili burada aradan getmir. Və Səfəvilər, Osmanilər, Hərat ki dedik mərkəzdir əslən, yəni demək olar ki, Həratda türk dili rəsmi və ədəbi və yazı dili, dövlət dili, ədəbiyyat və elm, din və təfsir dili, fiqh dili, hüquq dili, ədliyyə dili Həratda güllənir və oradan şərq, şimal, cünub və qərbə, batıya tərəf yayılır. Və hamısı bir çox ilin içində, yəni çox az ilin içində, bəlkə bir 10-20 ilin içində, yəni Əmir Əliyev Şirinəvai dövründə ilə hamı bu dili qəbul edir. Ortaq dil olur. Çinin göbəyindən Avropanın göbəyinə qədər ortaq rəsmi yazı, danışıq deməyək, yazı, elm, fəlsəfə, düşüncə, şeir, tarix, siyasət, hüquq, coğrafiya, tamam dillər bu dildə yazılır, danışılır və deyilir. Dövlət dili olur əslində. Təbii ki, Çindən ta Avropanın göbəyinəcən tək türklər hakim deyirlər. Burada kiçik azınlıqlar vardı ki, bizim dövlətimiz onları da öz milləti olaraq, özünün bir parçası bayrağı altında yaşayan olaraq qəbul etdiyi üçün onların da dilinə əhəmiyyət verir, onların da dili inkişaf etməyə çalışır, onların dilini aparmağa çalışmır. Bu o ittifaqdır ki, bizlə, türklərlə, hətta ərəblərlə belə, hətta ərəblər də hər yerə gediblər, İslamdan dolayı dilləri, o birisi dilləri kölgədə saxlayıbdır, ya aradan aparmağa gedibdir. İngilislər, Portuqallılar, İspaniyalılar, İtalyalılar, Almanlar hər yerə gediblər, bu işi görüblər. Yəni öz dillərini aparıblar, o bölgəni işğal ediblər, oranın dilini də dəyişdiriblər. Türklər isə bu işi görməyiblər. Türklər hər yerə gediblər, orada o dili də öz dillərinin yanında saxlayıblar, amma təbii ki, əsl öz dilləridir və bu da ordu dili deyil, siyasət dili deyil, hüquq dilidir, ədəbiyyat dilidir, məktəb, mədrəsə dilidir, coğrafiya dilidir, ulduzların dilidir, şeirin dilidir. Yəni tüm sahədəki insan tibbi dilidir, musiqi dilidir. Biz bunun musiqi haqqında ən azından 3 dənə burada kitab tanıtdırdıq ki, nə qədər gözəl onun üstündə gedibdir, işləyiblər. Çox sevindim bu günləri bu kitabla tanış olmağımıza. Mənə bir Allah tərəfindən bir lütfüdür və bir möcüzədir mənim üçün. Mənim belə inanıram. Özgələrlə işim yoxdur. Nə cür düşünəcəklər, nə cür düşünməyəcəklər. O mənə əslən etməz. Oq və yayın münazirəsi kitabını dünən gördük. Amma təəssüflə bunun adın bilə bilmirəm ki, bunu tapaq. Bu çox cəlib bir şey olar. Əlbəttə bunu bəlkə mən beləsi yazsam, bunun əslini tapa bilsək. Əsər üzərində yapılan çalışmalar, bibliografiya, mətin və çeviri açıqlamalar, tipki başsın. Belə bir şey deyibdir. Amma kitabın adını burada yazıb ki, yakınının Okyayının münazirəsi. Bu kitabı əgər tapsaq çox yaxşı olar. Dostlar əgər bunu görsələr, mənə göndərsələr çox sevinərəm. Bu Okyay münazirəsi. Əlbəttə görün bunu edə bilsəm. Bu kitabın adını tapa bilsək çox yaxşı olar. Yağını İngiliscədir bunu. Tamam. Abstract. Yağının from Herat was one of the famous poet back in 9th century.
We learned about his life from Ali Şirinevai's Mecalisü Nefais. Burada o kitabda, burada ondan öyrənibdi. Ali Şirinevai'nin Mecalisün Nefais adlı kitabında. Yağınız contest. The only manuscript of which in the London British Museum ad 7914 orada nümerələrdir. 321 səhifəlik bir kitabdır zahirən. The beginning of the text was lost. O kitabın əvvəldə qurtarıbdır. Arrow presents honesty. Tamam. Mən istirdim bu kitabı tapam, bunun əslini görək. Bu yayla oxun, çox gözəl olardı. Bunun münazirəsini tapa bilsək. Ali Şirinevai bu kitabın haqqında bir şeylər yazmışmış. Yakını, the contest, the arrow, the bow. Əgər bunun əslini tapa bilək, görürüm, bunu mən yaza bilsəm. Yakını ehtimalən bu adamın yazandır. Ya, görürüm, bunu yaza bilsəm, çox yaxşı olar. Yakını Haradaydı? The contest, the arrow, the bow. The contest. Əgər tapa bilsəm. The contest adlı İngiliscədir, çevirimlə. The contest. The arrow, the bow. Bu kitabı bulabilir misiniz? Bu kitabın əsli Cığatay Türkçəsində yazılmışdır. Acaba siz bundan bir PDF nüsxəsini bulabilir misiniz? Görək ki, bu kitabı tapa bilər ya yox. Hər halda bu qədər yetər bu günə. Allaha şükür olsun və umaram ki, dostlarımız da bu ləzzəti dadmağa çalışalar, məzməzə eləyələr. Sağ qalın. İnşallah ömür olursa, Allah səadət verirsə bir ayrı gün